الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله اللهم صل على محمد وآل اللهم محمد. صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وسبتيه الحسن والحسين سيدي شباب أهل الجنة وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر. اللهم صل على محمد. حججك على عبادك وأمنائك على بلادك يا ربي صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Muhterem müminler, muhterem mümineler, evvel özümü ve sonra siz azizleri ilahi tekvaya davet edelim. Allah bizleri takvalı, imanlı insanlardan beraber. Amin. Son anımıza kadar ağlımızı ve sağlamlığımızı elimizden almasın. Son nefesimize kadar sağlam ağılla, düşünceyle, sağlam beden üzvleriyle ona ibadet, itaat eləməyi bizlere nasip eləsin. Xəstələrimizə şifa inayət eləsin. Gelen günlerimizi xeyirli eləsin. Dualarımızı qəbul eləsin. Hacətlərimizi müstəcab eləsin. Müşküllərimizi həll eləsin. Aqibətimizi xeyirli ve izzətli qərar versin. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed ve Ali Muhammed'i ucalı bir salavatla yad edelim. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Azizler, ölümden sonraki hayat silsilesine devam edirik. Geçen haftada cennetle bağlı olan cennet necə məkandır bu barədə söhbət elədik. İkinci cennetle bağlı olan söhbətimdə cennette en önemli məqam ve məsələlərdən biri insanların Peygamber, Əhl-i Beyti ve salih insanlarla məhşur olmaları, bir yerdə məşğullaşmalarıdır. Bu en önemli məqamlardandır. Elə ona göre de bizim üçün elə en önemli dualardan biri nədir qardaşlar eləyirik. Allah bizi dünya ve ahiret Peygamber ve Əhl-i Beytindən ayrı salmasın. Necə dünyada onlarla bərabərik, onlarla ahirette de beraber olmağı Allah'tan istəyir. Çünkü Kur'an-ı Kerim, bakın Nisa suresinin 69-70. ayələrində baxın bizə nə deyir. Deyir, وَمَنْ يُتِعِ اللّٰهَ وَالرَّسُولِ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Allah'a ve onun peygamberine, Resuluna, elçisine itaat edenler, Allah'ın onlara nimet olarak bəxş peygamberlerle, sidq ürəkdən inananlarla, şəhidlərlə ve əməli salihlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. 70. ayədə Allah subhanahu ve teala deyir, ذَٰلِكَ الْفَضْلُ مِنَ اللّٰهِ وَكَفَى بِاللّٰهِ عَلِيمًا. Bu lütf Allah'tandır. Allah'ın verdiği bir lütf, bir merhamettir, bir məqamdır. Bilen olarak Allah nedir? Bilen Allah, her şeyi bilen Allah bize neyle kifayet eder. Dikkat edin. Yani Allah subhanahu ve teala kıyamet gününde hesabdan sonra cennette peygamberlerle, salihlerle, şehitlerle beraber olmalığı bir məqam bilir, bir ilahi lütf bilir ki, ben bu nedir? Bu insanlar ki Allah'a itaat ederler, peygamberi kabul ediyorlar, onun dediklerini yerine getirecekler, onlar bu insanlarla beraber. Ona göre azizler, cennette en güzel məqamlardan biri, bak bu insanlarla beraber olmalı. Peygamber ve Əhl-i Beytinin civarında yaşamalıdır. Bundan büyük lütf ve məqam yoktur. Biz rivayetlere, Peygamber ve Əhl-i Beytinden gelen hadislere nəzər edersek, görərik ki, kıyamet gününde cennette en âli məkanda, Kur'an diliyle desək, illiyyin, uca məqamda
məskunlaşan şəxs Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm. Hz. Ali aleyhissalatu vesselamın Yahudilərlə bir diyalogu var. O diyalogda Hz. Aliyə sual verirlər ki, sizin Peyğəmbəriniz cənnətdə hansı məqamda məskunlaşacaq? Harada olacaqsın Peyğəmbəriniz? Hz. Ali cavab verir, deyir, bizim Peyğəmbərimiz qiyamət günündən sonra cənnətin ən ali yerində məskunlaşacaq. Allah onun yerini ən ali yer qərar verib. Baxmayaraq ki, sonuncu Peyğəmbərdir, amma digər Peyğəmbərlərlə müqayisədə ən uca yerdə olacaq. Deyir, haman bu diyalog edən, müqayisə edən, haman bu Yəhudi Hz. Ali aleyhissalatu vesselama deyir, sadaq düz dedim. Mən öz kitabımızda Harunun xətti ilə bunu oxumuşam ki, axirət zaman Peyğəmbər cənnətin ən ali yerində məskunlaşacaq. Ona görə əzizlər, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm və hədislərə əsasən onun əhl-i beyti, onlar cənnətin ən uca yerlərindədirlər və onlar bir qəsrdə məskunlaşacaqlar. Hədislərə əsasən Hz. Əli, Peyğəmbər, əhl-i beyti, onların cənnətin ən gözəl yeri və bir qəsrdə məskunlaşacaqlar. Baxın, bu rivayətə diqqət edin. Ya Ali, ey Ali, Əntə mə'i fi qasri fil cənnəti mə'a Fatimə binti. Ey Ali, sən mənim qəsrimdə, cənnətdə mənimlə bərabərsən. Peyğəmbər Həzrət Əliyə bilir. Və qızın Fatimə də bizimlə birgədir. Hiyə zəvcətükə fid dünya vəl-axirə. O həm sənin dünyada olan zövcəndir, həyat yoldaşın, həm də ahirətdə həyat yoldaşın. Və əntə rəfiqi və sən mənim dostumsan, yoldaşımsan. Bir Peyğəmbər bunu deyəndən sonra Quran-ı Kerimdən bir ayə oxudu. ثُمَّ تَلَى رَسُولُ اللّٰهِ sallallahu aleyhi və aleyhi və səlləm İxvanən alə surulin mütəqabilin. Ki, sən xütbəmdə bu sözü dedim. Dedim, cənnət əhli qardaşlar kimi kürsülərdə, taxtlarda bir-birinin müqabilində oturacaqlar Allah Quran-ı Kerimdə. Biz də yəni bir qəsrdə Allah bizi və bizim balalarımızı bir qəsrdə məskunlaşdıracaq. Biz aman olca taxtlarda bir-birimizin müqabilində bir-birimizlə üz-üzə oturacaq. Sonra bunu Peyğəmbər izah edir və ayəni deyir, Əl-mütəhabbunə fillah, yanzuru ba'duhum ilə ba'd. Allaha xatir bir-birini sevib və mərhəmət, mehribanlıq nəzəri ilə, şəfqət nəzəri ilə bir-birinə baxacaq. Sən də dedim, cənnətdə gözəlliklərdən biri budur ki, həsəd, bütün paxıllıq, hər şey insandan alınan sonra insan daxil olur. Heç bir kin-külürət yoxdur. Ən Əbil Həsən Musa aleyhisselam, İmam Hüseyin Kazım aleyhisselatü vesselamdan bu rivayətlə də diqqət edin. Qalə li əbi, İmam deyir, atam mənə dedi. İmam Hüseyin Kazım deyir, atam mənə dedi. Yəni kim? İmam Sadiq aleyhisselatü vesselam. İnnə fil cənnəti nəhrən yuqalu ləhu Cəfər. Cənnətdə bir çay var, onun adı, ona deyilir Cəfər. Adı Cəfər. Ala şatihil əymən durratun beyda fiyha əlfu qasrin. Deyir, onun sağ sahilində sarı bir inci dür var ikən. Onun içində 1000 dənə qəsr var. Fi kulli qasrin əlfu qasr. Hər qəsrin içində də nə var? 1000 dənə qəsr var. Çünki cənnət belə bir məkandır ki, onu təsvir eləmək mümkün deyil. Kimin üçündür haman o sağda olan? O 1000 qəsr və hər qəsrin içində də 1000 dənə qəsr. Deyir, li Muhammedin və Ali Muhammed. Ali Muhammed. O qəsrlər Muhammed və Ali Muhammed. Sonra nə deyir? Deyir, və ala şatihil əysər. Onun sol sahilində. Durratun safra fiha əlfu qasrin. Yenə də bir sarı inci dür, onun içində 1000 qəsr. Və fi kulli qasrin əlfu qasrin li İbrahimə və Ali İbrahim aleyhisselam. Yenə də hər bir qəsrin içində 1000 qəsr var. Və o qəsrlər kimin üçündür? İbrahim və onun ailəsi
Dolayısıyla bakın, yine de tekrar ediyorum. Cennetin en âli ve en güzel yerinde nedir? Peygamber onun ehli beyt Ramazan. Onun için en güzel dua budur ki ilahi sen bizi ahirette de onlardan neyleme? Ayrı salma. Ve en güzel makamdır ki sen kıyamet gününde peygamberlerle, evliyalarla, şehitlerle beraber olursun. Kur'an-ı Kerim'de bunu bir makam gibi bize bayağı okuduğum Nisa suresinin 69-70. ayetlerinde bize bildiriyor. Cennetin nimetlerinden biri, güzelliklerinden biri orada Tuğba adında bir ağaç var. Kur'an-ı Kerim'de de adı geçip Peygamber ve Ehl-i Beytinden gelen hadislerde de adı geçip bu Tuğba da çok garibe, tecrübli bir ağaçtır. Onun arasında o hardadır, necedir, o barada bir iki rivayet sizin nazarınıza okuyayım. An Zeyd ibn Ali. Zeyd ibn Ali diyor, قال دخل على النبي صلى الله عليه وآله وسلم رجل من أصحابه